Azərenerjidə ümumi yığıncağın səlahiyyətləri bölüşdürülüb, idarə heyəti yaradılıb. Prezident İlham Əliyev Azərenerji Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən Səhmdar Cəmiyyətində ümumi yığıncağın səlahiyyətləri bölüşdürülüb, idarə heyəti yaradılıb. Belə ki, ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi dövlət başçısına, Nazirlər Kabinetinə və İqtisadiyyat Nazirliyinə həvalə olunub. Prezident cəmiyyətin yenidən təşkili və ləğv icra orqanının yaradılması, idarə heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Nazirlər Kabineti dövlət başçısı ilə razılaşdırılmaqla cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi, cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsi, illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətin və zərərinin bölüşdürülməsi, xalis aktivlərinin dəyərinin 25%-dən artıq məbləğdə olan əqdin, eləcə də müstəqil auditorun rəyi ilə aidiyyatı şəxslər dəyəri cəmiyyətin aktivlərinin 5%-ni və daha çox hissəsinə təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi, mülki məcəllə ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli, İqtisadiyyat Nazirliyi isə cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi, digər hüquqi şəxslərə kapital qoyuluşu barədə qərarların qəbul edilməsinə razılıq verilməsi, cəmiyyətin iştirak etdiyi birgə layihələrə əmlak və pul şəklində pay qoyulmasına razılıq verilməsi kimi səlahiyyətlərə malik olacaq. Bundan başqa cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək üçün 3 üzvdən ölkə prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi idarə heyətinin sədri və onun 2 müavinindən ibarət idarə heyəti yaradılır. Nazirlər Kabineti cəmiyyətin nizamnaməsini və strukturunu dövlət başçısı ilə razılaşdırmaqla 1 ay müddətində təsdiq etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.